şərəfsin, ləyaqətsin, bu erməni tumundan əmələ gəlmişlər. Bu erməni əxlaqı ilə böyümüşlər. Kənandır, İbrahimdir, Turaldır, Əl Hüseyndir, nə bilim, bandalar. Bu gün ayın neçəsidir bizdə? Bu gün ayın bizdə 26, 2026. Hələ bu həyasız fahişənin bağları, bu həyasız tumundan əmələ gəlmişlər. Atalarını tanımayanlar. Hələ də belə oyunlar göndərirlər. Oyun itdiyi. Mənim əvvəldə göründü, yoxsa yox. Bunların əsas gücü Google-dur. Google-a nəzarət kimdədir? Məlum məsələdir kimlərdədir? Xaricdədir böyük ehtimal. Və bu minvanla da bunlar xarici məlumat ötürürlər. Hal-hazırda mənim Azərpoçta heç bir yaxınlaşmamın mənası yoxdur. Bilinmir bunlar Mamarozadır, bilinmir bunlar Pozğun başıdır, nə başıdır. Məndə zərrə qədər olsun, 1% olsun şəxsi azadlıq heç də qalmayıb. Özümə bu dost bildiyim bu namus Əhməd qardaşı Kənanla əlbir olaraq giz-giz işlər görürlər. Heç bir sosial şəbəkədən istifadə edirlər. Bir olsun YouTube, bir olsun nə bilim. Bax, bu YouTube şəbəkələri hamısı idarə olunur. Hamısı idarə olunur. Yəni mən zərrə qədər olsun, nə, virtual, şəxsi azadlığım yoxdur. Ərazidə olan bu zəfər, bax bu zəfər. Şahat dedi xanım tapşırdı. Bu ərazidə olur. Özünü avtoritet hesab edən, əslində cəzaçəkmə müəssisəsində İlqarə ləqəbi ilə tanınan, İlqarə ləqəbi ilə, əlində sintezator, əynində qırmızı yubka, 11-ci kolonda İlqarəlik eləyənin rüşvətini yedilər, xüsusi xidmətdə işləyənlər. Məni yerləşdirdilər bu Pasyolka, Rəsulzadə qəsəbəsində. Çünki Rəsulzadə qəsəbəsi güya indi bu kriminal avtoritetin vəziyyətə baxdığı ərazidə olub. Hal-hazırda həmin o biqeyrət yaşayır Əcəmi ərazisində. O binamus oğlu ilə bir yerdə. Və həmçinin də məşğuldurlar. Bundan öncə də bildirmişdim ki, mənə belə bir idarə daha bir sübut bu idarənin də adı baş icraçı mübarizə. Deməli dövlət dəmir yollarının idarəsidir. Məni kərliyib, göstərliyib, həbs eləsinlər deyə bu idarəni eləmişdilər ağır cinayətlər istintaq məntəqəsi təsəvvür edirlər. İşte Orxan Babayev bura məni dəvət elədi. Bu idarəni eləmişdilər ağır cinayətlər. Belə bir idarə qurulmuşdur. Və həmin idarənin yanında diqqətlə baxsaq, sağ tərəfində dönərxana var. Mənim bu şərəf ləyaqətini itirmiş, alçaq bu Zavadovlar qardaşları həmən bu idarənin üstündən at silinməsin deyə həmən və məni havaydan tutublar, boş yerə tutublar məni. Mənim günahım olmayıb. Və həmin o yanındakı dönərxananı da onlara vermişlər ki, mütəmadi olaraq mənim onlara münasibətim olanda məni inandırsınlar ki, belə bir idarə var. Və bir müddət bundan baxaq, mən Rüstəmdir. Qəsdən mənim yanıma yerləşdirdilər ki, Rüstəm yalandan belə bir oyun qursun ki, bu geldi, öz aləmində. Bu Rüstəm elektrikdir. Əsas bəhanəsi Mirqafar Seyidovla əlbir olaraq qondarma və yalan avtoqəza prosesi həyatında. Onu mən qeyd
eləmişəm. Bir daha, deməli, 2026-ın ildə olub bu hadisə 9 mart günü. Avtoqəza əfsanəsi yaratdı, mobil cihazdan yürüyüşlərə, mərkəzdən və s. ilaxır. Mən bu şərəfsizlərə, bu ləyaqətsizlərə, bu alçaqlara baş sala bilmirəm ki, mənim Fərid adında adam mənim bu adam yağmı yerləşə bilmək üçün Fəriddən istifadə elədilər. Bu yoldaşdan, düzdürmü? Mənim bu ilə münasibətim var, alverim var, sağ olsun lazım gələn nisyanımı algın, iş başırdıram. Mən bu erməni tumlarından əmələ gəlmişləri izah edə bilmirəm ki, mənim çörəyimə bahis olmayın. Bundan əvvəl də Ağalı ilə bağlı belə qələt elədilər və bazarda tanıdığım Əjdər əmi adında bir alverçi var. Onunla da belə bir qələt elədilər ki, Fikrət o binamusu, xüsusi mətdə oturan o qonşusunu mənim yağımı yeridib, mənim haqqımda məlumat əldə edə bilsin deyə. Mən bu erməni tumundan, erməni fahişəsindən əmələ gələnləri izah edə bilmirəm ki, mənim bu adamlarla münasibətim var. Mən iş görürəm və s. daxil. Və bu adam mənim gözümdə etibarını itirir. Artıq xəyanət eləmiş bir insandır. Mən bu insanla axı daha əməkdaşlıq edə bilmərəm. Ancaq mənim çörəyimə bahis olurlar, məni işləməyə qoymurlar, məni yaşamağa qoymurlar. Mən özümü siyasi məhbus kimi hiss edirəm Azərbaycanda. Hamısı dövlətin əleyhinə, hamısı prezidentin düşmənləri, hamısı müxalifətçi, Əbülfəz Elçibəyçi. Hərəsi oturub bir idarədə bu ləyət. Ağıllara nə gəlib belə bir, nə gəlir onu da eləyirlər. Saxta sənədlər, saxta idarələr. Hər şeydə sözün əsl mənasında. Məndə 2011 artıq 2026, bu il 16 il. Şəxsi azadlığı mənim əlimdən alınıb. Elə bil məni türməyə basıblar. Mən bu ölkədə rahat yaşayanmıram. Bir dənə Alatavada yaşayan, arvadı pozğunluqla məşğul olan, bilinmir bu arvadı Kemaləddin Heydarovun Vahabi oğlu ilə gəzir. Bilinmir bunun arvadı Qurban Qurbanovla gəzir. Bir dənə Vahabi Əbdülvahab, banda başçısı. Ağlına nə gəlir onu da eləyir. Mənim insan həyatım var, mən sərbəst bir vətəndaşam, mən ürəyim nə istəyər onu da eləyə bilərəm. Sən kimsən? Azərbaycan dövlətində banda yaratmışsan dövlətin əleyhinə. Giz-giz, axmaq-axmaq oyunlarla məşğulsan. Vahabilərin günü-gündən sayını artırırsınız, günü-gündən. Mən baxanda şəhərə dəhşətə gəlirəm. Mən də fikirləşdim ki, bu Vahabi alçaqlar Sələfidir, Hənəfidir, nə zibildilər. Günü-gündən niyə artırırlar bu qədər? Məlum məsələdir. Başında dayanıb xüsusi xidmətdə oturan bu alçaq, təxribatçı, Azərbaycan dövlətinin hakimiyyətinin düşməni, axmaq-axmaq manipulyasiya xarakterli oyunlar, hələ də Kənan, o birisi, bu Mirqafar Seyidovun oğludur, özüdür, heç biri həbsə getməyib. Bütün sosial şəbəkələrim hamısı idarə olunur. Məndə zərrə qədər şəxsi həyat deyilən bir şey qalmıyor. Zərrə qədər olsun ha. Bu qədər sübutlar, bu qədər faktlar. Məsəl üçün bu Mirqafarın bir qohumu var, aşağıda, birinci mərtəbədə qalır. Vüsal adında bir narkomanı soxdular və bir daha qeyd edirəm ki, mən xasiyyətən mehriban bir insanam və çalışıram ki, bu mehriban insani mövqeyimi daim qoruyum, saxlayım özümdə olaraq. Amma qoymurlar saxlayım. Qoymurlar saxlayım. Belə bir o narkomanı yeritdilər bura. Orxanın əli ilə. Orxan özü də müxalifətçidir. Daha dəqiq desək, bacısının yoldaşı müxalifət işləyir. Ona görə biraz problem yaşayıb. Artıq görürük ki, bunların hamısı müxalifət işləyirlər. Deməli, bir sənət də qurduğu oyun, Vüsal adının narkomanın əli ilə qurduğu oyun baş tutmadığına görə özünü və Vüsalı evə yeritdiyini gizlətmək məqsədi ilə belə yalancı sənət də düzəltdilər. Bu sənət də yalancıdır. Bu da bizim Mirqafarın çirkin oyunları. Amma soruşanda bu ləyaqətsizlərdən, şərəfsizlərdən, ya biri deyəcək mən Seyidəm, biri deyəcək nə bilim yox, imam övladıyam, nə bilim mən nəyəm, nəzibiləm, Allah belə gəldi, İmam Hüseyin belə yıxıldı, filan kəs belə şıllaq atdı. Giz-giz axmaq-axmaq insanlar. Səviyyəsiz insanlar, səviyyəsiz. Yəni ki, bu mənim göndərdiyim cənab General Rzayev, mən buna pul ödəmişəm yeri gələndə, artılamasıyla vermişəm. Və bu məktublar çoxdur məndə. 16 manat bir vermişəm, 15 manatım neçə qəpik Rzayev cənablarına. General Rzayevlə mən ümumiyyətlə əlaqə saxlaya bilmirəm. Mən General Rzayevlə əlaqə saxlaya bilmirəm. Ümumiyyətlə mənim heç bir əlaqəm yoxdur adamlarla. Qoymurlar. Azərpoçta gedirəm, havaydan teleqramlara pul vururam. Mənə baş prokurorluqdan belə bir mesaj gəldi. Düzdürmü? Hara görə daxili işlər orada sizə və əməliyyat haqqında fəaliyyətin qoyunculuğuna nəzarət edilsin barədə əlavə məlumat.
Yalan məsələ deyil bunlar hamısı. Bax bunlar nə qədər gəlib mənə? Baş prokurordan gəlib. Baş prokurorluğun özündə bu cinayətkar dəstənin başında durmuş şəxslərdən biri də narkotik dövriyyəsinin başında duran şəxs var. Və həm Yusif adında Alfons həyatı yaşayan Yusifin həyat yoldaşının qardaşıdır baş prokurorluqda. Mütəmadi olaraq mənim bütün telefon zənglərim izlənilir. Mən korrupsiyanın mübarizə idarəsinə zəng eləyəndə onu da qeyd eləmişəm. Bu xüsusi xidmətdə oturan bu alçaqlar, ailəsini tanımayanlar dərhal zəng eləyirlər baş prokurorluğa. Bunu da qeyd eləmişəm. Nə vaxt zəng eləmişəm, nə qədər danışmışam. Dərhal zəng eləyirlər baş prokurorluğa. Baş prokurorluqda öz növbəsində zəng eləyir korrupsiyanın mübarizəyə təzyiq göstərir ki, cinayət açılmasın. Yəni gördüyünüz ki, bu təxribatçı müxalifətçilərin, bu üzdən iraqların bütün qurumlarda bir növ adamları var. Ona görə rahatçılıqla kiber cinayətçılıqla da məşğuldurlar. Ona görə böyük rahatçılıqla narkotik dalva ilə də məşğuldurlar. Hər şeylə. Baxın, bax qeydlər var burada. Danışmağın barədə. Korrupsiya mübarizəsində elədiyim zəng barədə məlumatlar da burada var. Bütün məlumatlar burada var. Hal-hazırda bütün internet, hətta burada bu provider şəbəkə idarə olunur. Xüsusi xidmət orqanı tərəfindən ki, mən hətta Mehriban xanıma, bizim dəyərli Mehriban xanıma da təxribat barədə və bu mütəşəkkil cinayət barədə, cinayətkarlar barədə məlumat verə bilməyim. Gördüyünüz kimi bu adamlar axmaq, əqidələrini itirmiş, Azərbaycan dövləti daxilində özlərinə bir dövlət yaratmış bir qrup şərəfsizdir, ləyaqətsizdir. Başlarında kim dayanıb? Xüsusi xidmət orqanı. Mediaya nəzarət. Özü kimi başdan xarabları da yığıb başına belə banda yaradıb, mütəşəkkil banda. Hal-hazırda ərazidə olan bu Mahirin özü də hansı ki, soyadı Muxtarov deyil. Və ona saxta şəxsiyyət vəsiqəsində düzəltdilər ki, onun soyadı Muxtarov olsun ki, bu cinayət epizodlarının itilməsi ilə məşğuldur və salam. Yəni bunlar dövlət daxilində mütəşəkkil bir bandalar, qrupdular. Mən xatırlayıram, Qara Kəmər əməliyyatı keçiriləndə o vaxtı, Qara Kəmərin vaxtında. Yəni ki, Hacı ilə müqayisə. Və əsas bu şəxslərin cinayətləri qurulub, belə deyək də, applicationlar yoxdur, Google, ondan sonra digər applicationlar yoxdur. Həmən bu applicationların idarə olunmağı üzərində qurulub bunların cinayətləri. Heç bir, məsəl üçün belə deyək də, mən hal-hazırda Play Store-dan nəsə bir oyun yükləyə bilmərəm. Və əksər hallarda bunların əsas gücləri var. Google-un göndərdiyi reklamlar yoxdur. Onun üzərində həyata keçirilib. Və 2022-ci ilə qədər davam edən məşhur Kapital Bank da bu minvallar həmən bu dəstəklə həyata keçiriliblər. Yəni bu adamlar bildiyi xəstədir. Yəni bu adamların başları işlədir. Bu adamlar yollarını azmış, Azərbaycan xalqına nifrət dolu bir şəxslərdir. Gördüyünüz kimi Vahabi. Əlavə olaraq bu adamlar kimi işləyirlər? Müxalifətə. Media nəzarət elədikləri bildikləri ürəkləri istəyən media kanalına təsir göstərə bilirlər. İctimai TV bura oyun qurulanda İctimai TV kanalına da bu ideylər, Əbdülvahab belə bir yeni seçim oyun qurulur. Yəni bu adamlar xəstədirlər. Yəni bu adamların başı işlədir. Hamısı prezidentin işlənləri, hamısı Allah qəndələrə, Heydər Əliyevin işlənləridirlər. Hamısı Heydər Əliyevin siyasətinin əksinə gedən insanlardılar. Amma halbuki bunların bir çoxlarını xatırlatmaq lazımdır ki, sizləri vəzifəyə gətirən, əlimizi çörəyə çatdıran da məsləhətdir Heydər Əliyevin. Bizim dəqiqə dövlətin daxili dövləti deyərdilər, dövlət sənədini işləndirirlər. Azərbaycan xalqına daxil işləndirirlər, mövqeyindirlər. Yəni bu adamlar bir manatçılar görə hər şey yapır, hər şey. Bunun əsl mənası. Belələri gözümlə görəndir. Yəni bu müqabilində hər şey hazır olan insanlardır. Bu müqabilində 5 manatçılar hər şey hazır olan insanlardır. Bunun əsl mənası. Namus yox, qeyrət yox, vicdan yox. Hamı azadlıqdadır. Bu azadlıqda, Fahir Ağayev azadlıqda, Atəşlər Soğutu Çatını dəyişik azadlıqda. Kənan Hacıyev iş yerində, Baş Əmələsi İbrahim iş yerində, İbrahimi Atatürk iş yerində, mənim kurs yoldaşlarım, əskər yoldaşlarım, heç birindən izahat alınmıyor. Daimi olaraq telefon zənginə qulaq asılır, hara zəngin,
Mən zəng eləyəmirəm şəxsən. 102 şirkəti, və 102, daha doğrusu 102 qurum. 102 qurumu, 102 qurumu olaraq bağlıdır bu dəqiqə hal-hazırda Baksel. Bizə Bakselə bağlıdır. Mən 102-yə zəng eləyən kimi Baksellə xüsusi xidmət orqanı əlaqələr olan 102-nin adından belə bir dəqiqə mənlə danışırlar. 102 xidmətinin adıyla mən 102 ilə əlaqə saxlaya bilmirəm ki. Mən 102-yə zəng eləyən kimi avtomatik olaraq Dövlət Təhlükəsizlik Xidməti Bakselin əli ilə mənim zəngimi istiqamətləndirir kimə? Özlərinə. Çünki hal-hazırda Mirqafardan rüşvət alırlar. Mənim azadlığım deyilən bir şey, mən azad yaşamalı deyiləm də bu ölkədə. Uşaq kimi mənə salıblar əllərinə, atam şərəfsiz və ləyaqətini itirmiş o alçaq dələduzla qoşulub bu xiyallara bilər. Bu şərəfsizlərə bilər. Bu analarını, bacılarını tanımayanlara qoşulub. Hiç bizi onlar qurtar. Ev ailənin deyil, qeyd edilən nömrəsində. Ev o xanımın deyil. Qoy bu xanım deyil. Bu nömrə də ola bilsin ki, virtual nömrə. Lazım gəlməyəm ki, tez aradan çıxarıb getsinlər. Ev onun deyil. Turan onun o deyil. Ne oyun qruplar ondan da məlumat. Hal-hazırda bu adamlara əsas lazımdır. Əsaslarına baxsınlar. Hamı azadlıqdadır. Əlisəyin Savaşlarda azadlıqda. Məhəmməd Farazadə azadlıqda. Sənan Hacıyev iş yerində baxsı tutulmuyor. Atam həbsə getməyib. Hamı azadlıqda. Və bundan paralel olaraq mənim özümə dost qardaş bildiyim bu şərəfsizlər, bu ləyaqətsizlər mənim bu dəqiqə ayağımın altını qazırlar. Giz-giz axmaq-axmaq oyunlar qurmaqla və öz dostlarına, qardaşlarına xəyanət eləməklə məşğuldurlar. Beləsə nə ad qoyarsan, nə ad vermiyorlar belə bir şərəfsizlərə?